Salam dostlar. TikTokda siz də bəyəni sayınızı baxın buradakı kimi artırmaq istəyirsinizsə, hər hansı bir gözünüzə bu 2 milyon bəyəni çox görünməsin. Yəni siz də rahat bir şəkildə, hətta 2 milyon yox, 3 milyon, 4 milyon bəyəni sayına rahat bir şəkildə çata bilərsiniz. Niyə rahat? İndi isə gəlin onu göstərim. Nəyə görə rahat bir şəkildə bəyəni sayınızı və eyni zamanda izlənmə sayınızı artıracaqsınız, onu göstərim. Baxın, bu bəyəni və izlənmələr sayəsində kəşf et, belə deyək, etkisi də var. Bu şəkildə videolarınızı da kəşfətə sala bilərsiniz. Baxın, bu videoda olduğu kimi. Bu metoddan Türkiyədə və xarici ölkələrdə bir çox belə deyək, YouTuberlar və ya TikTokerlər, Instagramda video paylaşanlar istifadə edirlər və heç bir ban riski olmadan, ancaq bizim ölkədə bilsələr belə çəkinirlər, çəkinməyə ehtiyac yoxdur. Bu şəkildə siz də rahat bir şəkildə bəyəni sayınızı artıra biləcəksiniz. Eyni zamanda nə edirsiniz? Girirsiniz profilinizə. Profilinizə girdikdən sonra buradan 3 xəttə daxil olursunuz. Burada isə ayarlar və gizlilik çəkməsinə daxil olursunuz. Burada isə gizliliyə gəlirsiniz. Özəl hesabınız özəldədirsə, yəni gizlidirsə, hesabınızı hər kəs açıq hala gətirirsiniz dostlar. Ondan sonra isə nə edirsiniz? İndi isə gəlin sürətli bir şəkildə videomuza keçid edək dostlar. Dostlar, bunun üçün baxın, bu sayta daxil olursunuz. Bu sayta daxil olduqdan sonra ilk növbədə bir şey göstərmək istəyirəm. Bütün kart məlumatları qorunmaqdadır və kurumsal bölümdə isə saytın bütün rəsmi məlumatları yer almaqdadır. Narahat olmağa dəyməz. Saytın özü 7-8 ildir işləyir. Hər hansı bir problem yoxdur. Türkiyə və Azərbaycan üzrə işləməkdədir və %100 güvənlidir. WhatsApp dəstək xəttinə isə yazaraq rahat bir şəkildə canlı dəstəyə hər hansı bir sualınız varsa verə bilərsiniz. Buradan gəlirsiniz TikTok paketlərinə. Burada gördüyünüz kimi TikTok jeton, takipçi, bəyəni, izlənmə, kəşf et, paylaşım, bir çox bütün xidmətlər mövcuddur. Bu xidmətlərin hamısı qarantilidir və uyğun qiymətlidir dostlar. Baxın, TikTok bəyəni satına daxil olursunuz. Burada hər hansı bir paketi satın ala bilərsiniz və rəsmi ödəmə sistemidir. Onu da sizə göstərim. Baxın, bura hər hansı bir şey yazıram. Siz doğru bir şəkil yazın. Mən sadəcə olaraq sizə göstərmək üçün burada hər hansı bir nömrə yazıram və elə e-mail yazaq bura bir dənə də. Baxın, bunu yazıram. Sadəcə olaraq bütün hər şeyi rahat bir şəkildə göstərir. Ödəmə saytı Paşa Bankı gördüyünüz kimi, yəni e-point ödəmə sistemidir. Rəsmi bir şəkildə, rahat bir şəkildə ödəmənizi edərək, %100 qarantili bir şəkildə, rahat bir şəkildə, təhlükəsiz şəkildə bəyəni sayınızı artıra bilərsiniz dostlar. Video izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.